Barışıq olacaqmı, addım atacaqmı? Gəlin buna baxaq. Küslər, ayrı olanlar üçün hazırki açılımdır. Diqqətlə baxın. Fikrindəki insan hazırda özü hansı enerjidədir? Özü hansı enerjidədir? Aha, münasibətinizlə əlaqədar nə qərar veribdir? Və münasibəti davam etdirmək istəyirmi? Hansı enerjidədir? Enerji olaraq stabil bir enerji görsənir. Amma bu dəqiqə bu elə bil ki, səhhətinlə əlaqədar nəysə bir problemi var. Biraz depressiyadadırmı? Biraz belə deyim, özünə qapanmış bir enerjidədir bu insan və düşünür, abdumovat eləyir münasibətləri, gedişatı, özünü və həyatını. Münasibətinizlə əlaqədar nə qərar veribdir? Münasibətinizlə əlaqədar bu insan sanki elə bil ki, getməyə qərar veribdir. Konkret olaraq getməyi bu münasibətinizdə ya xəyanət söhbəti ola bilər, ya onun sənə xəyanəti, ya da ki, sənin ona yalan danışdığını və ya xəyanət, nəysə belə bir şey fikirləşir bu insan və bu münasibətdən bir müddət uzaq durmağı düşünür. Konkret olaraq bu artıq mənə lazım deyil, bu söz söhbət, bu sıxıntı lazım deyil, ya da ola bilsin ki, əgər münasibətiniz üçlü bir münasibətdirsə, o insan evlidirsə, evində bu münasibətlə əlaqədar hansısa bir söz söhbətlər olub və bu insan öz aləmində seçim eləyibdir və digər tərəfi seçibdir ki, bu artıq bu yolun sonudur və s. Davam eləmək istəyirmi münasibətinizi? Əslində bu insan, yenə deyirəm, duyğusal cəhətdən istəyərdi ki, balans yaratsın münasibətlə əlaqədar, sənlə əlaqədar. Davam etmək istəyirmi? Burada daha çox səndən asılıdır, sənin danışığından asılıdır və belə deyim də, hazırki zamanda davam deyil də zamana buraxmağı seçibdir. Amma tam bitirmə enerjisi də yoxdur. Yəni bu insan öz aləmində fikirləşir, artıq yolun sonudur və s. Amma bir tərəfdən də bitirmək istəmir. Gəl baxaq, sənlə münasibətinizin bərpa olmağını istəyirmi fikrindəki insan? Bu dəqiqə heç nə istəmir. Amma bitirmək istəyirmi, onu da istəmir. Bu dəqiqə heç özü də bilmir, nə istəyir münasibətlə əlaqədar. Bax, belə bir şey. Bəs belə baxaq. Addım atmaq istəyirmi sənə? Sənə addım atmaq istəyirmi? Sənə addım atmaq istəyirmi? Hal-hazırda istəmir. Hal-hazırda yenə deyirəm. Sənə yalan bir, belə deyim də, bəhanələr ürətə bilər. Nəysə də, yəni bu dəqiqə o özünün ailə ilə əlaqədar, ya işinlə əlaqədar hansısa bir problemlər var. Bu dəqiqə o tərəfə yönəlib və o məsələni həll etməyə çalışır bu insan. Səndən addım gözləyirmi? Gəl belə baxaq. Bəs fikrindəki insan... Çünki ortada yalan teması var. Bəlkə də nəsə yalan bir söhbət olubdur. Gəl baxaq. Səndən addım gözləyirmi barışıq üçün? Səndən addım gözləyirmi? Bu səndən bilirsən nə gözləyir? Sən addım atasan, bu özünü darta, özünü geri çəkə. Yox, yox, mümkün deyil. Yox, yox, qarışıq enerjilər verə. Yəni öz egosunu yüksəldə. Düzdür. İstəyir ki, sən addım atasan, nə bilim, sən daima onu axtarasan, əlin ona uzanlıqlı qala, amma o istəməyə. Yəni o belə şeylə süründürə də səni. Bunu istəyir. Gəl baxaq, özü sənə addım atacaqmı? Fikrindəki insan özü sənə addım atacaqmı? Özü sənə addım atacaqmı? Sən heç bir addım atmasan, heç bir şəkildə tam olaraq geri çəkilsən, 4 vaxt içində, 4 gün, 4 həftə, 4-lü tarixlərdə bu insandan sənə addım var. Hətta peşman olmuş bir şəkildə addım var. Çünki bu insan hələ ki düşünür ki, sən addım atacaqsan, düzələcək və s. Hələ ki öz aləmindədir. Gəl belə baxaq, bəs o addım atsa, onunla münasibəti davam etdirsən, sənin üçün xeyirlidirmi? Öz sözüm boşuma düşdü. Onunla münasibəti davam etdirsən, sənin üçün xeyirlidirmi? Xeyr. Xeyr. Bu insan elə bil ki, bunun elə bir enerjisi var ki, bu sənin həyatına gələndə səndə yol bağlılığı yaranır. Nəfsimi pisdir, enerjisimi pisdir, özünün üstündə negativ enerjilər var, hər şeyin tərs dönür. İş yolun bağlanır, ruzu yolun bağlanır, enerjin bağlanır, duyğuların bağlanır. Yəni bu insan elə bil ki, sənin bütün yollarını varlığından bağlayır.
nəfsinlənmi və yaxud da ki, elə addımlar atır ki, sənin bütün şans qapıların bağlanır. Hər nədirsə, yəni bu insanla davam eləmək sənin üçün xeyirli deyil. Yəni düşünürsənsə ki, sənə hansısa bir dəstək olar, xeyir, heç bir şəkildə, yəni məsləhət görmür kartlar. Gəl baxaq. Fikrindəki insanla barışıq olacaqmı? O addım atacaq, o gələcək. Barışıq enerjisi, amma yəni belə deyim də, sən bununla hətta barışsan belə, bu insanla istədiyin bir enerjidə olmayacaq münasibət. Çünki bu insan boşluqdan gələ bilər, sənin enerjindən faydalanmaq üçün hər bir şəkildə, hər hansısa bir şəkildə gələ bilər sənə. Addım olacaq. Barışıq üçün addım da olacaq. Amma bu insanla barışsan səni daha böyük uğursuzluqlar, daha böyük zərbələr gözləyir. Məsələ budur ki, yəni sən axır əvvəl bu insanla indi bağışlasan belə, gözləntilərin doğrulmayacaq, sözlər verə bilər, vədlər verə bilər. O vədlərin doğrulmadığını görüb, axır əvvəl indi barışsan belə 6 vaxt içində, 6 ay içində bu insanla münasibəti tam olaraq bitirəcəksən. Bunu biləsən. Çünki sənin özünün uğur enerjin var, sənin özün yəni uğurlu, şanslı insansan. Ruzeli, bərəkətli insansan. Bu insanın həyatına gəlişinlə bütün yollarını bağlayırsan. Buna görə də özün biləsən. Yəni, uğur, şans istəyirsənsə bu insanla davam etmə. Gəl baxaq, bəs belə deyim də, ruhsal ağac kartları sənin üçün bu münasibətlə əlaqədar nəyi məsləhət görür? Nəyi məsləhət görür? Kartlar deyir ki, münasibətlərinizdə onun elədiyi hər bir hərəkətlərə, hər bir məqamlara fikir ver və ondan sonra özün doğru qərarı verəcəksən və ondan sonra yəni özün bilməlisən, nədir, nə deyil. Çünki əgər o insan səni sevirsə, arada olan hansı manelər varsa, o maneləri özü həll edir. Amma o insan sənə mane yaratmamalıdır. O insan səninlə münasibətdə, belə deyim də, bütün əngəlləri, bütün maneləri özü həll eləməlidir. Bir sıxıntı çıxan kimi geri çəkilmək deyil də, mübarizə aparmalıdır. Bu insan sadəcə olaraq nə isə sən narazı olanda uzaqlaşır, sonra gözləyir ki, özün peşman olasan və yaxud da ki, özü hansısa addım atır başı. Bu əsl ilişki deyil. Kartlar sənə bunu deyir ki, sənin əsl münasibətin hələ irəlidədir. Sənə əsl dəyər verən insan hələ irəlidədir. Buna sadəcə olaraq hərəkətlərinə, davranışlarına fikir ver və indiyənə qədər münasibətinizdə onun sənə qarşı atdığı addımlara fikir ver. Onda əsl həqiqəti görəcəksən. Aldım, qəbul edilməz ətrafı baxım üçünsə profildəki nömrə ilə əlaqə saxlayın.